kalp ekranı başladı indi. Show business'e farklı bakış var. Haberiniz olsun olup bitenden. Magazin Plus'tan yeni haber var. Magazin Plus'tan yeni haber var. Ayrı televiziyasında hər birinizi xoş gördük. Vaxt məqam Magazin Plus'unda. Beləliklə, Magazin Plus rekonstruktiv, plastik, estetik, həkim, cərrah, uzman həkim Talih Qasımovun baş sponsorluğu, Evori İnşaat Materialları Dükanının xüsusi sponsorluğu, Saf Travel və Tural Avtoservis 023-ün sponsorluğu ilə başladı. Mən Zümrüd Şahovan təqdimatında. Şou aləmində baş verənlər gözümüzdən qaçmadı. Magazin Plus'ta bu dəfə Fərqli açıqlamalar, özəl fikirlər. Gülka Ələkbərli ana oldu. Bizim saxta heç bir şeyimiz yoxdur. Özəl görüntülər bizdə. Bilmədikləriniz. Ehtiyat hissələri sıradan çıxmağa başlayırsa, artıq avtomobilin yorulması deməkdir. Gediblər, aldanıblar. Mətanət İskəndərli solo konsert öncəsi özündən çıxdı. Bir dəqiqə siz gedin də oyanın. Siz niyə belə edirsiniz ki? Gizli qalan məqamlar. Mənim anam mənim üçün həm ata olub, həm ana. Bu və daha çoxu Xəstəni 10 dəfə əməliyyat etmək lazımdır yəni. birazdan Magazin Plus'ta. 20 illik peşəkar təcrübəyə malik olan plastik, rekonstruktiv və estetik cərrah uzman doktor Talih Qasımov fəaliyyətinin 6 ilini Türkiyənin nüfuzlu Gülhanə Əsgəri Tibb Akademiyasında uzmanlıq təhsilinə həsr edib. 2015-ci ildən etibarən fəaliyyətini Azərbaycanda uğurla davam etdirir. Burun və göz qapağı estetikası, üzgərmə, süd vəzi əməliyyatları, bədən şəkilləndirmə, eləcə də anadan gəlmə qüsurların və travma sonrası deformasiyaların bərpası üzrə ixtisaslaşan doktor Talih Qasımov yüzlərlə uğurlu əməliyyata imza atıb. Peşəkarlığı, nəticələri və pasiyent məmnuniyyəti ilə seçilən həkim bugün ölkənin və regionun tanınmış estetik cərrahlarından biridir. Kafeller, metlaklar, kermogranitler, hamam dərsləri, aksesuarlar, işıqlandırma avadanlıqları, duş kabinələri, hər rəngdə pillələr, növbə-növ boyalar, şamlar, şamdanlar, mətbəx üçün hər cür kranlar, elektrik generatorları, bunların hamısı Evoriya mağazasında. Tural Avtoservis 023 15 ildən çoxdur ki, sizin xidmətinizdədir. Tural Avtoservis 023-ün xidmətlərini sizə təqdim edirik. Avtomobillərin diaqnostika olunması, alqı-satqı zamanı ümumi KT olunması, mühərriklərin yığılması, sürətlər qutusunun təmiri, elektrik işləri, kondisionerə qaz və yağ vurulması, injektorların yuyulması, silindirlərin yoxlanılması, əyləc disklərinin yoxlanılması və yonulması, alışma şamlarının yoxlanılması, beyin blok təmiri və proqramlaşdırılması. Saf Travel MMC 12 ildən artıq təcrübəyə malik peşəkar turizm şirkətdir. Rəhbər Samirə Mirzəyevanın uzun illik təcrübəsi və peşəkar idarəçiliyi sayəsində Saf Travel minlərlə turistin etimadını qazanaraq Azərbaycan Turizm Assosiasiyasının rəsmi üzvlərindən biri seçilib. Saf Travel'da daxili və xarici turların təşkili üzrə peşəkar xidmət göstərməklə yanaşı, aviabiletlərin bronlaşdırılması və transfer xidmətləri də təqdim olunur. Şirkət Schengen vizaları daxil olmaqla viza dəstəyi xidmətləri də həyata keçirir. Xaricdə təhsil proqramları üzrə müraciətlərə də müştərilərə dəstək verilir. Onu da qeyd edim ki, Saf Travel'da daxili kreditlə də səyahət edə bilərsiniz. Peşəkar komandamız hər bir səfərin rahat və unudulmaz keçməsi üçün çalışır. Saf Travel MMC səyahətinizi peşəkarlara etibar edin. Mətanət İskəndərlinin Yaşıl Teatrda konserti baş tutdu. Konsertdən əvvəl nələr yaşandı? Magazin Plus'da eksklüziv olaraq. Əməkdar artist Mətanət İskəndərli Yaşıl Teatrda solo konsert proqramı ilə çıxış etdi. Qəlb nəğmələrinin, könül duyğularının ən gözəl tərcümanı, Respublikamızın əməkdar artisti, sevgi dolu, eşq dolu, hər nəğməsinə qəlbindən bir parça həsr edən, sevimli Mətanət İskəndərli, gür və sevgi dolu alqışlarınızla qarşılayın sənətkarı. Qəlbimdə sən mahnısıyla gəlin görüşə, bu axşam unudulmaz bu gecə.
sənət romantikadır da başdan ayağa. Yəni ki, sənin deməyə heç lazım deyil ki, deyəsən mən romantik insanam. Bu sənət romantikadır başdan ayağa. Ulduzlu səma altında gözəl eşq, mənim adım eşq adlı gecədir bu. Bəli, çox gözəl repertuar hazırlamışam, maraqlı, orada belə çox nüanslar olacaq, şok olacaqlar, sürprizlər olacaq, görəcəksiniz də. Mən maşallah ayalı, mən deməyim, mənim 800-ə yaxın mahnım var. Asif Kərimov həmişə mənə deyir ki, musiqi rəhbərimiz Asif Kərimovdur da, həmişə bilirsən, o mənim ustadımdır. Asif deyir ki, ay Mətanət, bir də görsən, mahnı məndən istəyir, 40 dənə, 50 dənə göndərirəm ona da. Deyirəm, silsən yenə göndərim. Deyir, ay Mətanət, biri-birindən gözəldir. Adam bilmir bunların hansını, heç birini dəymək istəmir. Axı, olmaz konsertdə uzaq başı 20 dənə, ölsə, baxma, havadır, soyuqdur. Məsəl üçün, indi biz çalışırıq ki, qısaldaq ki, birdən insanlar üşüməsinlər də. Yoxsa inan ki, 3 saatlıq mənim proqramım var, 5 saatlıq, 6 saatlıq mənim repertuarım var. Məsəl üçün, seçmişik, adam bilmir, deyirsə, ayal onu oxuyum, bunu oxuyum, onu oxuyum, gözəl repertuar seçmişik, maraqlı anlar olacaq. Ən gözəl sürpriz, elə bir sürpriz olacaq ki, bu gecə hamı şok olacaq. Təsəvvür eləyin ki, mən özüm şok oldum ki, yəni bu iş belə alındı, mən gözləmirdim. Deməli, bu gecənin ən maraqlı sürprizi, mən bilirəm ki, bütün insanlar buna şok olacaqlar. Bugün aparıcı kim olsa yaxşıdır. Kim? Təsəvvür eləyin. Bugün bizim aparıcımız kim olsa yaxşıdır, bir dənə fikirləşin. Görün, kim ola bilər bu insan aparıcımız. İnansın, mənim inanmağım da gəlmir. Siz də inanmayacaqsınız. Bugün səhnədə sizin gözünüzün qarşısında yeni bir ulduz dünyaya gələcək. Bugün ilk dəfə səhnədə debütünü edəcək aparıcı həmkarımız artıq bizim sıralara qatılır. Mətanət İskəndərlinin dost doğma övladı, gözünün ağı qarası qızı Ülker Çıray'dır. Ülker Çıray. Alqışlarımızla Ülker'i səhnəyə dəvət edirik dostlar. Axşamınız xeyir olsun, əziz qonaqlar, dəyərli dostlar. Xoş gördük hamınızı. Hamınızı ürəkdən salamlayıram. Aparıcı olmaq mənim uşaqlıq arzum olub və bugün bu səhnədə mənim uşaqlıq arzum gerçəkləşir. Çox şanslıyam. Ona görə ki, mən adi bir səhnədə deyiləm. Məni dünyaya gətirən, hər addımımda yanımda olan, mənə dəstək olan, əziz doğma anamın səhnəsindəyəm və sizin Mətanət İskəndərlinin. Ne güzel. Ülker uğurlu olsun addımların. Mənim üçün çox həyəcanlı bir gündür. Qürur duyuram. Belə bir möhtəşəm bir sənətçi ilə və əziz doğma anamın səhnəsini bölüşmək mənim üçün bu həyatımda ən gözəl bir gündür. İnşallah hər şey yaxşı olar. Nə deyim? Biraz çox həyəcanlıyım. Bir gün bulur ürəyimdən keçərəm. Bir gün sənin gözlərinə köçərəm. Mahnılar da yaşayır, musiqilər də yaşayır. Mətanət xanım da yaşayır, Asif Kərimov da yaşayır. Bax, ən əsası da budur ki, hər mahnını 31 ildə əzbərdən oxuyuruq hər birimiz. Demək ki, peşəkar musiqiyə müraciət eləyib, demək ki, peşəkar olubdur və peşəkar insanlarla çalışıb ki, bu gün də peşəkar səhnədə davam etməkdədir. Hələ gözəl konsertlər göstərəcək, verəcək, oxuyacaq. Bir öptü, ay keçdi, qəlbimi açmadım heç kimə mən ya. Bir şimşək kimi ömrümdən keçginən sən ya. Magazin Plus'tan yeni haber var. When my days end, I must just fall in love. I know the DJ and I love this Murat bəy, song. xoş gördük sizi. Salam. Biz də Yenə də möhtəşəm açıqlamalarınızla, fərqli çıxışlarınızla bugün tam başqa bir mövzuda danışacağıq. Azərbaycanda istifadə olunan kənd təsərrüfatı texnikaları daha çox dözümlü olsun deyə onları hardan almaq daha məsləhətdir? Almaniya və Belarusiya deyərəm ki, iki seçimdir. Dünya brendləri üzrə olaraq hər iki istehsalçı tərəfindən olaraq Almaniyada
Belarusiya istehsalçıları son 10 illikdə 10-luq sırasında olacaq bir texnikalardır. Sözlərini demiş bir texnikalardır və Azərbaycan regionuna uyğun olaraq, iqlimimizə uyğun olaraq deyərəm ki, Belarusiya istehsalçısı olan böyük texnikalar Azərbaycanda artıq sözünü demiş, özünü doğrultmuş bir texnikalardır. Yəni bunları bölsək ki, Çin, Türkiyə, Almaniya və Belarus avtomobillər, yəni kənd təsərrüfatı üçün istifadə olunan avtomobillər deyək, texnikalar deyək. Yəni bunların arasında seçim etməli olsa fermerlər və yaxud da böyük şirkətlər hansını seçməlidirlər? Hansı ölkə? Belarusiya və Almaniya istehsalçı olan. Yəni daha dəqiq deyirsiniz ki, Belarusiya və Almaniya. Belarusiya və Almaniya, bəli. Onları seçmələri məsləhət görünür, mütləqdir. Dizel mühərrikli agrotexniki avadanlıqlarda daha çox hansı problemlərə rast gəlirik? Daxili yanma problemləri bir üzə çıxır. Onların vaxtında yağlarının dəyişilməməsi, filtrlərinin dəyişilməməsi və Azərbaycanda müəyyən naməlum olan yanacaq doldurma mərkəzlərindən yanacaq vurmasına əsasən olaraq problemlər yaranır. Kənd təsərrüfatı texnikasının yorulduğunu, olur sos, yəni məni müalicə eləyin, texnikalarda müalicə olunmalıdır, onlar da gündəlik işlədirlər, ən çox da bu mövsümdə. Yəni yorulduğunu necə anlamaq olar? Yəni bir fermer və yaxud da bir şirkət bu texnikanın artıq istifadəyə yararsız olduğunu necə anlamalıdır? Mən deyərdim ki, hər bir texnologiyada kiçik tonlajlı olaraq, böyük tonlajlı olaraq texnikaların fərqi yoxdur. İstir sedan avtomobillər olsun, istir böyük avtomobillər olsun ki, onların istehsalçı tərəfindən olaraq bütün ehtiyat hissələri müəyyən bir probeglə də, yəni yürüşlə təyin olunur. İstehsalçı tərəfindən hər bir detallı ehtiyat hissələri hansısa bir müəyyən yürüş, məsələn 50 min, 100 min, 150 min yürüşlə istehsalçı tərəfindən buraxılır. Və böyük avtomobillərdə də fərqi yoxdur. Əgər görsəz ki, tez-tez hansısa bir ehtiyat hissələri, alt işlək hissələri və yaxud da motorun, mühərrikin özündə hansısa bir ehtiyat hissələri sıradan çıxmağa başlayırsa, artıq avtomobilin yorulması deməkdir. Artıq ona ciddi. Yəni müəyyən səslərin olması və yaxud da düzgün işləməməsi. Müntəzəm gələn səslər, texniki problemlərin daha tez-tez yaranmasına əsasən olaraq onu aid eləmək mümkündür. Ümumiyyətlə Tural usta, bu günləri Azərbaycanda agrotexniki texnikaların, deyək, kənd təsərrüfatına istifadə olunan texnikaların ehtiyat hissələrinin bazarda satışı ilə rast gəlmisinizmi? Və yaxud da məsələn fermerlərin, yəni fermerlər bunu hardan almalıdırlar? Varmı ehtiyat hissələri? Müəyyən qədər, müəyyən dərəcədə var. Bəzi tapılmayan ehtiyat hissələri olur ki, onlar həm ilinə uyğun olaraq, mən deyərdim ki, daha yeni olan 0 kilometrlər yeni gəlmiş istehsalçı olar, istehsal olunmuş texnikalar var. Həm onlarda biraz çətinliklərimiz var. Bir də daha köhnə olan, artıq deyərəm ki, bir neçə illər bundan əvvəl köhnə nəslə aid olan bəzi texnikalar var ki, onların bəzi ehtiyat hissələri artıq tapılmanda biraz əziyyətlə tapılır. Amma get-gedə inşallah ki, bu problemlər aradan qalxmağa doğru gedir. Ümumiyyətlə sizə belə müraciətlər olur. Mən bilirəm ki, kənd təsərrüfatı texnikalarına da bağlısa çox böyük müraciətlər olur. Ən çox müraciət edənlər, yəni hansı sahə üzrə, hansı ehtiyat hissəsi ilə bağlı? Danışdığımız ehtiyat hissələri ilə bağlı demək olar ki, hər biri ilə bağlı olur. Bir neçə dəfə olub ki, bizim çətinliyimiz var, problemimiz var, maşın usta tapa bilmirik, bizə müraciət ediblər. Daha çox bölgələrdən. Daha çox bölgələrdən olur. Bizim sahəmizə uyğun olmayan bir suallar da olsa, ən azından kömək eləməyə çalışmışıq. Ehtiyat hissələrində orijinal olmayanı orijinaldan necə fərqləndirmək olar? Orijinal olan ehtiyat hissələrinin üstündə olan iştirak kodları, verilən ehtiyat hissələrinin tam zəmanəti, özünü tanıyan, tanınmış avtosalonlar, satış mərkəzləri olan ehtiyat hissələrindən ehtiyat hissələrini almağı bütün fermerlərə, sahibkarlara və sürücülərə məsləhət görürəm ki, aldığınız ehtiyat hissələrinin tam zəmanətli şəkildə sizə zəmanəti verilsin. Mən deyirəm ki, elə bütün fermerlərimiz, eləcə də böyük şirkət sahibləri mütləq şəkildə Tural ustaya müraciət eləsinlər. Bu günləri elə kənd təsərrüfatında istifadə olunan agrotexnikadan danışdıq. Çox gözəl bir mövzu idi. Görüşəcəyik gələn həftə. Sağ olun, salamat qalın. Müğənni Gülkay Ələkbərli ilk övladını qucağına aldı. Elə xəstəxanada baş verənlər, xəstəxananın çıxışında baş verənlər. Maqazin Plusun gözü ilə. Son zamanların ən tələbatlı sənətçilərindən olan Gülkay Ələkbərli ana oldu. Sənə qurban olum, tək sən mənə dərman olum.
həqiqətən göstərdi ki, bizim saxta heç bir şeyimiz yoxdur. Hər şeyimiz realdır. Saxtalığa nə ehtiyac var ki? Can oğlum, sənə qurban olum. Tək sən mənə dərman olum. Cərrah mama ginekoloq Natiq Məhərrəmov tərəfindən uğurlu əməliyyat keçirən ifaçını ailəsi və sevənləri belə qarşıladı. Böyük oğlan olsun. Maşallah sağlam uşaqdır, atalı analı böyüsün. Əsas odur sağlam böyüsün. Öz göstərişlərimizi vermişik. İnşallah ki Gülnar xanım sözümüzə baxar. İnşallah. Bilirəm ki müğənnidir və qastrolları çox olur. İnşallah ki yaxşı olar hər şey. Çox gözəl bir histir. Elə bir histir ki, Allah arzusunda olan hər kəsə nəsib eləsin deyərdim. Bütün hər kəsə qismət olsun. Arzusunda olan hər kəsə nəsib olsun, nə deyim? Gözəl histir. Arzulardan birisən, xoş gəlmisən evimə. En gözəl histir. Allah Taala kimin yoxdursa Allah Taala tezliklə onun da olsun, sevindirsin Allah. Hər bir kəsi evladla sevindirsin, olmayanları. Mənim də balam sağ-salamat böyütsün balasını. Xala kimi çox sevincliyəm. Allah bütün arzusunda olanların hamısına qismət eləsin. İnşallah balamızı sağ-salamat böyüdək. Dünyanı dəyişmərəm sənin heç bir telinə. Arzulardan birisən, xoş gəlmisən evimə. Dünyanı dəyişmərəm sənin heç bir telinə. Can oğlum, sənə qurban olum. Tək sən mənə dərman olum. Gözünüz aydın olsun. İnşallah toyuna yığışaq. Təbrik edirəm Gülü səni. Sən mənim ürəyimsən. Raul balamız xoş gəlib, qədəmləri mübarək. Gözümüz yoldaydı, bizə lütf oldun axır. Ana qayğısına qalır, ata fəxri ilə baxır. Gözümüz yoldaydı, bizə lütf oldun axır. Ana qayğısına qalır, ata fəxri ilə baxır. Can oğlum, sənə qurban olum. Tək sən mənə dərman olum. Maqazin Plus plastik, rekonstruktiv, estetik uzman həkim cərrah Talih Qasımovun baş sponsorluğu, Evoriya İnşaat Materiallar Dükanının xüsusi sponsorluğu, Saf Travel və Tural Avtoservis 023 sponsorluğu ilə reklamlardan sonra davam edəcək. Verilişin baş sponsoru plastik, rekonstruktiv, estetik uzman həkim Talih Qasımov. Verilişin xüsusi sponsoru Evoriya İnşaat Tikinti Mağazalar şəbəkəsi, verilişin sponsorları Tural Avtoservis 023 və Saf Travel.